Binə qəsəbəsi Kəlbəcər məktəbinə yaxın bir ərazidə 6 sotda bağ evinin çəkilişinə gəlmişik. Evimizin birinci mərtəbəsi 110 kvadratdır, ikinci mərtəbədə harca 50-60 kvadrat. Belə bir mansard tipli evimizdir. Yerlən çəyinə qədər gördüyünüz kimi hər bir şey var. Padvala giriş mümkündür. İndi sizə bağ hissəni göstərirəm. Gördüyünüz kimi evimizin də belə bir bağ hissəsi var. Ağaclarına qədər hər bir şey əkilib. Bura bisetka üçün nəzərdə tutulub. Həyətində kombi otağıdır. Addenlə qapısı da var. Bulağınacan. Və bir dənə də varatadır. Gördüyünüz kimi belə bir dizaynda evdir. Evin arxasına da keçid mümkündür. Daxil olaq evə. Evin daxilindən də tanış olaq. Koridor sistemidir. Girdik. Belə bir mətbəx. Kuxna mebeli qalacağım əşyalar götürüləcək. Solda bir dənə belə qonaq otağı. Gördüyünüz kimi qoşadaşla tikilmiş evdir. Burada sanitar sanuzel. Asma tavanla bir yataq otağı. İkinci yataq otağı. Və üçüncü yataq otağı. 4 otaq birinci mərtəbədədir. 7 daş kürsülü, bir də mansar. 70 kvadrat